Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Yeni videomuzda xoş gördük hər birinizi. Bugün sizinlə 2016-cı ilin 4-cü qrupun ikinci qəbuluna baxırıq. Yəni 15 iyul 2016 qəbul testinə baxırıq. A variantına başlayaq. 101. Cərəyanlı naqillərin kəsikləri göstərilmişdir. Cərəyanın şiddətləri I1 və I2 olan naqillər tərəfindən I3 cərəyanı axan naqilə təsir edən amper qüvvələrinin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? Biz deməli dərsdə demişik ki, əgər naqildə cərəyan eyni istiqamətdə axarsa, bu naqillər bir-birini cəzb edər. Əks istiqamətdə axarsa, bunlar bir-birini dəf edər. Yəni baxırıq ki, I3-ə təsir edən yerdə I3-də X-dır cərəyanın istiqaməti, amma I1-də nöqtədir. Bunlar əks sayılır da. Çünki birində saat əqrəbi istiqamətindədir, digərində saat əqrəbinin əksinə. Ona görə 1 3-ü itələyəcək özündən. Eyni ilə 2 də 3-ü itələyəcək. Çünki yenə əks axırlar. 2 də 3-ü itələyəndə bunlar üzərində biz paraleloqram qursaq, əvəzləyici qüvvə yuxarı yönələcək. Doğru cavab olacaq C variantı. 102. Havanın temperaturu dəyişmədən ondakı su buxarının konsentrasiyasını 2 dəfə artdıqda nisbi rütubət necə dəyişər? Nisbi rütubətin düsturu fi bərabərdir. Rho bölünsün rho 0 vurulsun 100% və yaxud n bölünsün n0 vur 100% də yaza bilərik biz burada. Su buxarının konsentrasiyası bax bu surətdəkidir, n-dir və o da 2 dəfə artanda nisbi rütubət də 2 dəfə artacaq. Ona görə doğru cavab D variantı. 103. Nüvə reaktorunun hansı elementi neytronları yavaşlatmaq üçün istifadə olunur? Deməli, burada neytron yavaşıdıcısı nədir? Ağır su. Doğru cavab olur D variantı. Ağır sudan başqa nə var idi bizdə? Deməli, ağır suydu, adi suydu və yaxud da ki, qrafit. Bu üç yəni vasitədən də yalnız birini veribdir bizə. Ona görə cavab D. 104. Hansı qrafik verilmiş katod üzərinə düşən işığın dalğa uzunluğu sabit qaldıqda ləngidici gərginliyin düşən işığın intensivliyindən asıllığını ifadə eləyir? Deməli, fotoeffektdə ləngidici gərginlik düşən işığın intensivliyindən asılı deyil. Ona görə doğru cavab olur D variantı. 105. Hidravlik presdə tarazlıq halında porşinlərin altındakı təzyiqlər bərabər olduğuna görə nisbəti 1-ə bərabərdir və heç nədən asılı deyil. Yəni, S-in orada nisbəti 9 olsa belə, təzyiqlərin nisbəti 1-dir. Doğru cavab B. 106. Koordinat zaman qrafikində sürətlərin müqayisəsi. Biz burada tangent sayfa kimi gəlin baxaq. Məsələn, 1-in T oxu ilə yaratdığı bucaq budur. 2-nin T oxu ilə yaratdığı bucaq, bu da 3-ün. Görürəm ki, tangent sayfa getdikcə böyüyür. Yəni, alfa 1 kiçikdir, alfa 2 kiçikdir, alfa 3. Biz də bu XT qrafikində sürəti necə tapa bilərik? X-i T-yə bölməklə, yəni elə tangent sayfa kimi. Alfanın da qiyməti böyüdükcə tangent sayfanın qiyməti böyür. Ona görə də deyirik ki, V3 böyükdür, V2 böyükdür, V1. Ya da ki, bunu yadda saxlayın. Hansı dikdirsə, qrafik dikdirsə, onun sürəti daha böyükdür. Bunların hər üçünü özünə paralel şəkildə köçürsək, məsələn 2-ni köçürsək özünə paralel şəkildə koordinat başlanğıcına və 3-ü də köçürsək, baxın 3 daha dikdir. Daha az müddətə çox yol gedir də, X oxunda çox qalxır yuxarıya. Demək ki, sürəti çoxdur ki, az müddətə çox yol gedir də. Bu cür də yanaşa bilərsiniz. Burada mən variantı demədim. Doğru cavab olur C variantı 106-da. 107. Deməli, müsbət Q yükünün tərəfləri A və 3A olan düzbucaqlının A və B təpələrindəki elektrik sayısının potensialları arasında hansı münasibət doğrudur? Baxaq, fi bərabərdir, KQ bölünsün, R-dir də bizim düsturumuz. Deməli, məsafəmiz burada A-dır, burada 3A-dır. Bura A, bura 3A olarsa, onda deməli, bu məsafə nəyə bərabər olar? Müsbət yükdən B-yə qədər olan məsafə. Deməli, bura 3A-dırsa, Pifaqorla tapsaq, A kvadrat bölü 3A-nın kvadratı, 9A kvadratla A kvadratını toplasaq, 10A kvadrat, yəni kök altında 10A-ya bərabər olar bu məsafə. İndi fi A üçün yazsaq, K, Q bölünsün,
Buradan A-yacan məsafə nədir? A. Bəs fi B üçün yazsaq, KQ bölünsün. Bu müsbət yükdən B-yəcən məsafə kök 10 A. Və bunları tərəf-tərəfə bölsək, fi A-nı fi B-yə, KQ bölü A-lar gedir, qalar 1 bölünsün, kökdə 10. Deməli, yox, kökdə 10 burada qalmır. 1 belə yazaq da, gəlin, KQ bölünsün A, KQ bölünsün kök 10 A. Burada da A-lar, KQ-lər ixtisar gedir. Qalır fi A bərabərdir kök 10 fi B. Doğru cavab hansıdır onda? B variantı olacaq. 108. Baş optik oxa paralel olaraq linza üzərinə düşən işıq şüası linsada keçdikdən sonra güzgü üzərinə düşür. Güzgüdən qayıdan şüanın istiqaməti hansı rəqəmlə işarə olunmuşdur? Deməli, baş optik oxa paralel gələn şüa sınaraq F-dən keçir. Sınaraq F-dən keçən, baxın, budur. Bu da güzgü üzərindən necə qayıdacaq? Güzgüyə simmetrik qayıdacaq da. Yəni, necə düşübsə, elə qayıdacaq. Belə düşübsə, təbii ki, 2 kimi qayıdar. Sanki 3 bunun elə bir ki, normalıdır, səthin normalıdır. Və bura düşmə bucağıdırsa, burada qayıtma bucağı bir-birinə bərabər olacaq. Doğru cavab olacaq Y variantı. 109. Deməli, tangens alfanı soruşur bizdən. Tangens alfa bizdə x-nin t-yə nisbətidir. X-nin yerinə yazarıq 1 bölünsün omega s. T də qalsın yerinə. Omeganın yerinə 2 pi bölünsün t. Burada s, bir dənə də bu t. Bu t-lər də ixtisar olanda qalır 1 bölünsün 2 pi s. Doğru cavab olur A variantı. 110. Verilmiş kütləli ideal qaz adiabat sıxıldıqda, adiabatda da deməli proqramdan çıxdığına görə o testdə də baxmırıq. Amma belə deyim ki, adiabat sıxılmada bütün kəmiyyətlər artır, adiabat genişlənmədə bütün kəmiyyətlərin qiyməti azalır. Amma proqramdan çıxıldığına görə ehtiyac yoxdur o testdə. 111. Yəni bu abituriyent proqramından çıxıb. İndi bu videoya müəllimlər baxsa o demək deyil ki, onlardan çıxıb. Yox, bizə lazımdır. Müəllimlər üçün MİQ imtahanlar, sertifikasiya imtahanına düşür. Sadəcə olaraq abituriyent proqramından çıxarılır. Videonun da əsas məqsədi abituriyentlərə kömək etməkdir. Ona görə də onun izahını vermirəm. Əgər kiməsə maraqlıdırsa müəllimlərdən yazıb soruşa bilərlər. Yazsaz izah verərəm. 111. Bir halında cismin təcili 4-dür. Deməli, A1 bərabərdir 4-ə, F1 bərabərdir 20-yə. Onda biz M1-i tapa bilərik də buradan. F1 bölünsün A1 ilə bərabər eləyər 20-ni 4-ə böləndə 5. M1 5-dir. 2 halında təcil 3-dür. 2 halında deməli F qüvvəsi M1 və M2 kütləli cismə A2 təcilin verir. Onda yerinə qoysaq M1-imizi 5 tapdıq. 5 üstə gəl M2 vurulsun 3 bərabərdir 27. Buradan 5 üstə gəl M2 bərabərdir 9. M2 də bərabərdir nəyə? 4-ə. İndi bizə deyir ki, M1-i M2-yə böl, 5 bölünsün 4 olacaq. Burada da cavab Y. 112. Hansı hərəkətdə cisim çəkisizlik şəraitində olur? Sərbəst düşəndə, yəni B variantı. 113. İşığın intensivliyi artdıqda. İşığın intensivliyi artarsa, ampermetr və voltmetrin göstərişi necə dəyişər? Deməli, burada nə baş verəcək? Gəlin analiz edək. İntensivlik artdıqda, deməli, fotorezistordur da. Fotorezistor nə idi? Yarım keçirici cihazı idi. Onda cəryan şiddəti də artacaq. Ona görə cəryan şiddəti artar. Və indi gedək gərginliyə ki, gərginlik necə dəyişər? İndi burada bizdə cərəyan artırsa, deməli ki, müqavimət azalır da, gərginliyi də U bərabəri yer düsturuna görə gedə bilmir, yax, biri artır, biri azalır. Ona görə burada mənbəmizdə var deyə, gərginliyin U bərabərdir epsilonçuq I yerə görə getsək, mənbənin epsilon və eri sabitdir, amma İ'si artıb, İ'nin də qabağında mənfi olduğuna görə gərginlik azalacaq. Deməli, I artar, gərginliyi azalar, doğru cavab C variantı. 114. Kütləsi M olan maqnit şaquli polad lövhəyə cəzb olunaraq yapışıb. Maqnitlə lövhə arasındakı sürüşmə qüvvəsi F-si olarsa, maqniti aşağıya doğru bərabər sürətlə hərəkət etdirmək üçün tətbiq olunan qüvvə. Əgər bu aşağıya doğru gedirsə, demək ki, bunun yuxarıya F sürtünməsi olacaq. Və təbii ki, MJ də aşağıdır da. Bərabər sürətlidirsə F əvəzləyici 0-dır. F əvəzləyici nədir? 0 olması. Yəni, yuxarı dartan qüvvə ilə aşağı dartan qüvvələrin cəmi bir-birinə bərabərdir. Burada da bizdən F soruşur. F də bərabərdir. Onda F sürtünmə çıxılsın MJ olmalıdır. Əgər hər hansısa bir səhvə yol vermədiksə,
Bəli, cavabımız A variantı olacaq. 115. Mənfi iş görən qüvvənin istiqamətini göstərin. Mənfi iş yer dəyişmənin əksinə olanda olur. Burada da yer dəyişmənin əksinə, yəni sürətin, impulsun əksinə olan 1-dir. Yəni doğru cavab B variantı olacaq. 116. Tam enerjidən kondensatorun enerjisini çıxanda sarğacın enerjisinin ani qiymətinə bərabərdir. B variantı. 117. Yükləndikdən sonra ayrılıb. Ayrılanda nə sabit idi? Q sabit idi. Enerjinin sahədən asılılığı. Enerji üçün yazırıq Q kvadrat bölü 2-si. Q kvadrat bölü 2 qalsın. S-ni açsaq epsilon 0 S-dir. Enerji S-dən necə asılıdır? Tərs asılı. Ona görə doğru cavab Y. 118. Qapalı konturdan keçən maqnit seli zamandan asılı olaraq azalır. Maqnit seli azalırsa, konturda yanan induksiya cəryanının maqnit sahəsinin induksiyası hansı istiqamətdədir? Maqnit sahəsinin induksiya cəryanının yaratdığı sahə, yəni 5'dirik. Bunu ilə eyni yönələcək ki, onu azalmağa qoymasın. Çünki biz demişik ki, Lens qaydasına görə əgər artırsa artmağa qoymur, artanda əks yönəlir də, azalırsa azalmağa qoymur, eyni yönəlir ki, onu çox atsın da azalmağa qoymasın. Ona görə 4 istiqamətində olacaq, doğru cavab olur A variantı. 119. İdeal qazın təzyiqində nədir bu proses? Təzyiq sabitdirsə izobardır. İzobar V azalırsa izobar sıxılma olacaq. Y variantı. Və yaxud da izobar soyuma da ola bilərdi, indi o yoxdur. 120. Periodun yarısına bərabər zaman müddətində yer dəyişməmiz 2R-dir. R-imiz də MV bölünsün QB. Doğru cavab olur B variantı. 121. Sarğacdakı cəryan şiddəti 2 amper olanda enerjisi bu qədərdir. Enerjinin düsturunu yazsaq və buradan L-i tapsaq 2 enerji bölünsün I kvadrat. 2 vurulsun 10^8 bölünsün 2'nin kvadratı. Bu da eləyir 0,4. Yəni A variantı. 122. Çevre üzrə bərabər sürətlə hərəkət edən cismin ani sürəti hansı istiqamətdə yönəlir? Toxunan boyunca yönəlir də demişik. Toxunan boyunca A variantı ilə doğru cavabdır. 123. BC-də əsas vahid amperdir. 124. Hansı cihazın göstərişinə əsasən sərtliyi məlum olan yaydan asılmış yükün rəqs periodunu müəyyən etmək olar? Yaydan asılmış yükün rəqs periyodu, yəni yaylı rəqqasın rəqs periodunu istəyir. Bizdən M bölünsün K-dır. K məlumdursa, bir dənə burada M ölçməyə qalır. M də nədir? Kütlə. Kütləni də nə ölçür? Tərəzi. Doğru cavab A variantı. Və 125. Rezistorlardan keçən cəryan şiddətləri arasındakı münasibət. Biz bilirik ki, paralel qollarda U-lar eynidir. Onda cəryan şiddəti R-lə tərs asılı bölünür. Yəni, bura 2I gedirsə, burada I gedir. U-ların eyni olması üçün R-lə I-nin hasili bərabər versin. Və yuxarıda da 2I-yerdir, aşağıda da 2I-yerdir. Və buradan gələn cərəyan 2 yerə bölünüb də. Yuxarı 2I-si gedib, aşağı I-si. Demək ki, buradan keçən 3I-dir. Onda I1 ən böyüdür. I1 bərabər 3 idi. I2 bərabər 2 idi. I1 3 də bərabərdir I-dir. Onda 1 böyükdür 2-dən, 2 də böyükdür 3-dən. Belə, cavab olur A variantı. Daha bir testin sonuna gəldik. Ümid edirəm ki, sizin üçün hər şey aydındır. Aydın olmayan bir şeylər olarsa, rəylərdə geri dönüşlərinizi unutmayın. Bizim məqsədimiz burada sizə fayda verməkdir. Qəbul imtahanında yüksək bal toplamağınızdır. Arzu edirəm ki, qəbul imtahanında yüksək bal toplayıb sevincinizi bizimlə də bölüşəsiniz. Və sınaq qrupumuza qoşulmaq istəyirsinizsə, burada yazdığım nömrəni WhatsApp-na yazsaz, sizə link atılacaq və həmin link vasitəsilə keçid edə bilərsiniz. Qeyd edim ki, sınaq qrupumuz ödənişsizdir və hər kəs üçün əl çatandır. Sınaq qrupuna hər həftə 3-4 sınaq atılır və həftə sonu da onların həll izah videoları atılır ki, siz yararlanasınız, bilmədiyiniz hər şeyi də öyrənə biləsiniz. İnşallah gələn videolarda görüşənə qədər və son olaraq onu da demək istəyirəm ki, kanalımıza abunə olmamısınızsa, abunə olub dəstəyinizi əsirgəməyəsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Hələlik.